Sonra nə dedi? Və likulli zari'in ma zara'a. Nə əkmisənsə onu biçəcəksən. Atalar sözüdür bu, hə? Mən adətən baxmışam imamların sözləri ki, atalar sözü ilə deyilib bizə bir qism imam sözüdür. Nə əkirsən onu biçəcəksən. İmam sözüdür. İmam Həsən Əskərinin sözüdür. Başa düşürsünüz. Demirəm, hər atalar sözü düzdür. İşim yoxdur. Bəzi sözlərə baxın, ataların sözünə oxşamır o. Ya da ki, nə bilim, deyiblər də, indi ola bilsin. Hər halda. Amma bəzi atalar sözü görsən, imam sözüdür. Yəni, imamların sözü kimi təqdiblər, atalar sözü kimi bizə deyiblər, çatdırıblar. Xain xoflu olar, atalar sözüdür. Amma imamın sözüdür, İmam Hüseynin sözüdür. Yəni, həmişə narahatdıq, o şəkildə. Görsən, söz deyil, mənə deyir. Biz belə vəziyyətdə də adam. Adətən belə bir xüsusiyyətdə olar. Quyu qatsa başqasının özü düşər, hədisdir. Yaxşı, keçək də onlardan, onları yığıb tapıb yazmaq olar. Əslində bir dənə mövzudur da, atalar sözü, imamların sözü kimi. Qoy insanlar tanısınlar ki, bizim həqiqi mənəvi atalarımız, elə imamlarımız olub da.